Səhər saat 5 tamam. Mən işə gedirəm. Deməli evdən çıxmışam. Götürürəm velosipedimi, hazırlayıram, konkret işıqlarını zadlarını yandırıram, düşürəm yola, gedirəm işə. Deməli burada Çexiyada, yəni yəqin ki Avropanın başqa ölkələrində də belədir. Fanarsız icazə yoxdur sürməyə. Yəni adicə ilə cəmaatın özü də başlayır deyinməyə. Bir dəfə mənim başıma gəlmişdi. Mən birinci başa düşmədim ki, məndən nə istəyir, nəsə deyinirdi. Sonradan başa düşmüşəm ki, mənim fanarım yox idi gənə. Ona görə yadımdan çıxıb evdə qalmışdım. Gəlmişəm indi iş yerinə. Mənim işlədiyim yerin fabrikin həyətidir. Bu da parkovka yeridir. Hər bir fabrikdə, zavodlarda belə yerlər var. Yəni burada cəmaat velosiped sürdüklərinə görə belə yerlər var. Bu mənim kartım idi. Yəni bu kartı vurursan darvazadan keçirsən içəri. Bu ses mənim heç xoşuma gəlmirdi. Heç vaxt. Çünki iş başlayır. Yəni işə girirsən deyənə ona görə o ses xoşuma gəlmirdi. Boşum pilləkənlərlə qalxıram yuxarı. Buradan baxıram görüm ikinci mərtəbədə kim var, kim yox. Görürəm ki, heç kim yoxdur. Mən işə tez gəlirəm ki, oradakı nasaz olan maşınları düzəltirəm ki, yəni gələndə işçilər rahat işləyə bilsinlər. Saat da ki 6 işləyib 20 dəqiqə. Burada cəmaat indi Azərbaycanda olanda mən də elə düşünürdüm ki, Avropada deməli şeydir, adı nədir, cəmaat kefdədir. Özünüz görürsünüz də saat 5 işləyib, 6 işləyib 20 dəqiqə. Aha, burada da mənəm, özümü göstərirəm güzgüdən. 6-20 dəqiqə işləyib, birini qoyub birinə keçirəm. Burada hamamıdır, tualetidir, razvalkanın içərisindədir, yəni hamısı, hər şey var, hər cür şəraiti var. Yəni hamı elə bilir ki, yəni burada rahatçılıqdır, hər şey, amma elə deyil də. Amma elə deyil. Deməli, buranın da öz çətinlikləri var. Mən əynimi dəyişdim, yavaş-yavaş gedirəm işimə. Deməli, təzədən burada səsə qulaq olsun. Heç xoşuma gəlməyən səs. Deməli, bu ikinci dəfə niyə görə bu kart vurulur? Ona görə ki, yəni mənim iş saatım başlandı hesablanmağa. Gəlirəm, kompüterləri yandırıram ki, mən burada maşını hazırlayan qədər orada proqramlar kompüter özünə gəlsin. Bu da bizim işlədiyim maşındır. Hansı ki, deməli, kabellərin uclarına kontakt pərçimləyir. Bu gördüyünüz bu lent kontaktlardır, xırda-xırda. Həmin o kontaktlar məftilin ucuna pərçimlənir. Və sonra da bu kabellər hamısı, deməli bu kontaktlarda hamısı keçir şteykerlərə və hazır şteykerlər olur. Bu zaman kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizdən xahiş edirəm. Əlbəttə ki, bu bizə stimul verir. Yəni video çəkib paylaşanlara böyük stimul verir. Buradakı həmənki bu maşındır. Bu səsdən də heç xoşum gəlmir. Çünki bu səs indi tək bir dənə maşından gələn səs idi. Amma oradakı işçilər hamısı gələndə bu zaman burada istədim çerez mikroskop göstərim sizə. Çünki burada hər bir kabel çerez mikroskop yoxlanılır. Mikroskopun altından keçməlidir mütləq hər bir kontakt. Ona görə istədim oradan göstərim ki, çerez mikroskopdan necə görsəm göstərə bilmədim. Yəni tuta bilmədim fokus. Bu mənim instrumentlərimdir. Üstlərinə yazmışam ki, nə üçündür. Orada da proqramda, kompüterdə də proqramları yandırdım. 3 dənə proqramdan istifadə edirik. Bu da bizim deməli mikromillimetrdir. Burada kontaktlar ölçülür, onun hündürlüyü, enliliyi. Hamısı mikromillimetrini ölçülür. Buradakı maşınlarda indi təsəvvür edin, buradakı olan maşınların hər biri o pıts 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 o sesi verir. Adam dəli olur. İşin axırına kimi. Ты так и будешь в YouTube. Bu isə mənim iş yoldaşım adam idi. Adamdır, adam. O adam da Çexdir. Yəni oradan salam göndərdi. Buradakı sənədləri deməli o maşınları, o kontaktları yoxlayandan sonra bütün maşınların
deməli kontaktların adını, familiyasını, atasının adı, qohum əqrəbəsi adı hamısını yazıram, pozuram. Bu isə həmən o kontaktlardır. Yəni bu yumruların içərisindədir bu kontaktlar. Həmən o kontaktlar, bax bu xırda kontaktdır. Bu tamamilə başqa kontaktdır. Bayaq sizə göstərdiyimdən də balacadır. Daha elə kontaktlar olur ki, bundan da xırdadır. Bunu da mikroskop altında baxırıq, ancaq burada mikroskop necə qoşulur? Deməli, bu mikroskopun altından mikroskopun görüntüsü promoid televizora verilir. Yəni, televizor deyilik, yəni ekrana verilir, monitora. Bu da ki, mənim iş yoldaşlarım idi, hamısı o işlə məşğuldur. Bu da ki, mən özüməm. Deməli, iş başındayım, konkret, uzaqdan baxanda laboratorlara oxşayıram, nə bilim, hakerlərə oxşayıram. Burada da mən kontaktların adını, familiyasını, atasının adını qoşum, hamısını yazıram. Deməli, kontaktlar bax belə olur. Yəni, onun ortadan bölürlər və onun içərisindəki həmən o tükdən də nazik olan bu şeylərdir. Tükdən də nazik olan o şeylərə baxılır ki, o drat deyirlər də burada ona, məftillər. Yəni, necə yerləşib. Sonra o kontaktın hündürlüyüdür. Bax, bu həmən çox kontaktdır. Onun hündürlüyü, enliliyi ölçülür, biçilir və burada da mənim də adım, familiyam yazılır. Plus da kontaktın bütün danlıları yazılır. Hər bir zakaz üçün bu yerinə yetirir. Nəhayət işim qutarır, minirəm, toplayıram velosipedimi, düşürəm yola. Bu avtobuslar isə deməli işçiləri başqa yerlərdən, ərazilərdən götürüb gəlir işə və iş qutaranda da təzədən aparır işçiləri evlərinə, lazım olan yerlərə. Kanala abunə olmağı unutmayın. Hələlik, gələn görüşlərə dək.